həbslər gözlənilir. Dini sahədə istənilən təriqətdə, yəni təriqət fərqi qoymuram və olmalıdır da. Pullar yığılır, göndərilir. Nə bilim, Səudi Ərəbistanı, Türkiyə, İran. Burada yoxdur kasıb. Burada yoxdur. Var. Valyuta axını çıxır. Artıq rayonlarda, Bakıda küçələr bölünüb. Filan kəs filan təriqət, filan kəs filan təriqətdir. Artıq bölgü gedir. Bunun axırı hara gedib çıxacaq? Suriyadır bu. Sovet İttifaqında yaxşı idi. Ateizm olsa da Allah da vardı, hər bir şey də vardı. Din də ifrata varmamışdı. Yəni, çox meru da. Deyir, birinci saflığı varsa suda, artıq içiləndə dərd verirdi. Mən özüm də namaz qılanım. Amma ifrata varmaq olmaz.